Salamlar, vaxtınız xeyir olsun dostlar. Bu günlərə xoş bir gündür. Azərbaycanımızın birinci xanımı, vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Mən fürsətdən istifadə edərək vitse-prezidentimiz Mehriban Əliyevanın doğum günü münasibəti ilə təbrik edirəm. Sağlam can sağlığı, 100 yaşasın. Həyat yoldaşı prezidentimizin üzərindən, övladların üzərindən, nəvələrin üzərinə əksik olmasın. Azərbaycan xalqının üzərinə əksik olmasın. Həmişə bizimlə olsun. İndi mənim bu çıxışımdan bəzi üzr istəyirəm. Geri zəkalı insanlar ki var. Geri zəkalı insanların bəziləri qıcıqlanacaq ki, üzr istəyirəm. Dövlətə quyruq buluyur, dövlətə girən eləyir. Amma öz adınızı başqasına qoymayın, o insanlara demək istəyirəm. Və Allah göydən baxır, başqasının da haqqına, söz haqqına, həm söz haqqına, həm zəhmət haqqına girməyin. Allah görür. Mən elə bir kişinin oğluyam ki, mənim atam 44 günlük müharibəmiz gedən vaxtı 61 yaşında dünyasını dəyişdi. Sentyabrda müharibələrimiz başladı, oktyabrın onu 61 yaşında dünyasını dəyişdi. Yəni o vaxtki Gəncə, o vaxtki Kirabat, indiki Gəncə şəhərində əlaçı oxuyub, agronomluq oxuyub və 82-ci ildən 21 yaşından o insan, necə deyirlər, yetim olaraq üzr istəyirəm, ailəsini, anasını, qardaş bacılarını yığıb başına, onlara ağsaqqallıq eləyib, böyrəyib. Hər oğlun işi deyil, 21 yaşında, Sovetin dövründə 21 yaşında ağsaqqallıq eləmək hər bir kişinin işi deyil. İndi 50-60 yaşında kişilər var, bəziləri ki, ağsaqqallığı bacarmır. Nəysə, bunları qoyaq bir tərəfə. 100 yaşasın vitse-prezidentimiz, can sağlığı və vitse-prezidentimizdən bir xahişim var. Heydər Əliyev Fondunun prezidenti olaraq. Bax, gördüyünüz məktubu görürsünüz. Bax, eyni mətndə məktubdur. Yəni burada eyni mətindir, baxın. Bir dənə addıqları dəyişilib. Hörmətli prezidentimiz Cənab İlham Əliyevin ünvanına, telegrama, baxın. Və burada vitse-prezidentimizin ünvanına telegram. Eyni mətindir, eyni yazıqdır. Bir də kompüterə çıxmış bir yazıdır. Sadəcə başlıqları dəyişilib. Hörmətli vitse-prezidentimiz Mehriban Əliyevanın ünvanına. 44 günlük qələbəmiz başlayan bir vaxtdan bu məktublarım Heydər Əliyev Fondunda yalan olmasın. Yalan olmasın, bir 30 dənə var. Hər məktubuma da bir 2 manat, 3 manatdan göndərmişəm telegram ilə. Heydər Əliyev Fonduna. Yalan olmasın, bir 30 dənə var. Amma məktubuma, hələ Qarabağımız 4-5 il ərzində bir yarı da olsa bərpa olundu, amma mən məktubuma cavab vermədi. Cənab Prezidentimiz İlham Əliyev hər dəfə deyir ki, çıxışlarında, istər efirlərdə, istər sosial internet medialarında, sosial medialarda deyir ki, kimsə bizi görmək istəsə, şikayəti varsa bizə məlumat ötürsün, göndərsin, telegrama göndərsin və siqnal versin. Və Cənab Prezident və vitse-prezident, sizin siqnal göndərirəm, amma siqnalı söndürürlər. Sizə gəlin siqnalı Heydər Əliyev Fondu söndürür. 2 dəfə də Heydər Əliyev Fonda qəbulda olmuşam. Bir Mart ayının 28-i, bir də sentyabr ayının 11-i. Daha doğrusu sentyabr ayının 1-i xəbərnamə göndərəblər, 11-i qəbula düşmüşəm. Və məni hər iki qəbulda da mənə belə deyərlər, üzr istəyirəm, Loridə olsa fırlatdılar. Və mən deyim, dövlətimizi görmək istəyirəm, prezidentimizi, vitse-prezidentimizi və qəbula düşmək istəyirəm. Mənə deyirlər ki, prezident adam qəbul etmir, vitse-prezidentimiz adam qəbul etmir. Mart ayının 28-i mənə qəbul etdilər. Onlar dedikləri mən sizə deyəcəm. Yəni, düzgün olduğu kimi real deyəcəm. Mənə deyirlər ki, aprel döyüşləri başlayacaq, Zəngəzur döyüşü heç olmasın, Allah heç etməsin, elə bir döyüş. Mart ayının 28-də qəbul olanda dedilər ki, Zəngəzur döyüşü olacaq, ölkə başçımızın başı qarşı, prezidentin başı qarşı bu Zəngəzur döyüşünü qəbul etməyəcək. Və sentyabrın 11-də dedilər. Mən onlara bir fikrimi çatdırdım. Dedim ki, onlara dediyimi sizə deyim. Dedim, qardaşım, ay xanımlar, mənim evimdə görsünüz, bax, vətənpərvər kimi, bax, bu dekorasiyanı, 8 ildir qurmuşam bu dekorasiyanı mən də evimdə də. Vətənpərvər kimi hər bir
vətənpərvər bir insan olaraq və evimdə də 44 günlük qələbəmizdə bayraq almışam, böyük bir bayraq. Əgər məni qəbul etməsəniz, mənim siqnalımı dövlətimizə çatdırmasanız, mən birbaşa prezident aparatının qabağına gedərək bayrağımla mən özüm prezidentimizdən kömək istəyəcəm, qəbuluna düşmək üçün. Bu mənim arzumdur. Mənə onlar dedilər ki, mart ayının 28-də, sentyabrın 11-də. Onlar dediklərini sizə deyim, siz də biləsiniz. HDF fondunun prezidenti, cənab vitse-prezidentimiz Mehriban Əliyeva. Eşidin sizə. Orada mənim 30'a yaxın məktubum var. Şükürov Vüqar İmamverdoğlu. Şükürov Vüqar İmamverdoğlu. Oxuya bilərsiniz məktubumu. Mənə deyirlər ki, prezident adam qəbul etmir. Mən onlara dedim ki, bu HDF fondunu Ulu Öndərəmizin adını açmışsınız. Ulu Öndərəmiz həmişə deyir ki, mən Naxçıvandan Bakıya bir pencəyimi, bir kostyumu götürüb qardaşım Cəlal Əliyevin evinə gəldim Bakıya. Yəni, o vaxtı bilirsiniz ki, Heydər Əliyevi bir çox qurumlar, bir çox xarici ölkələr ona hədəfə almışdılar, onlara sıxma boğmaya aldılar dövlətimizi, prezidentimizi və Allah rəhmət etsin Cəlal Əliyevə də, onun qardaşı Cəlal Əliyev də, yəni, Ulu Öndərəmizi qorudu Heydər Əliyev cənablarını daxili qurumlardan, daxili insanlardan, xarici ölkə insanlarından. Sözüm onda deyil. Və həmişə Azərbaycan xalqının yanında olub Ulu Öndərəmiz Heydər Əliyev cənabları və qaçqın köşkünlərin yanında olub, yaxşı gündə, pis günündə, çadırlarda, vaqonlarda, qaçqınların, mən özüm də Biləsuvar şəhərində 3 dali çadır şəhərciyində 1994-cü ildən 98-ci ilə qədər yaşamışam, zülümlər çəkmişik, əziyyətlər çəkmişik və Ulu Öndərəmiz həmişə bizim yanımızda olub, belə qaçqınların toylarında da oynayıb, Cəbrayıl toyunda da Biləsuvarda oynayıb, özünüz orada lent yazısında görürsünüz. Demişəm ki, yəni qardaşım, Heydər fonuna dedim, ya mənim səsimi çatdırın dövlətimizə, prezidentimiz deyə mənə siqnal ver. Ya siqnalını çatdırın qardaş, ya da ki, o Heydər fondunun adını dəyişin. Başqa ad qoyun. Bilsən niyə? Pis başa düşməyin. Yəni ki, o kişinin adına, şəxsiyyətinə ləkə gətirməyin. Ulu Öndərəmiz xalqın içində olub, millətin içində olub, qaçqın köşkünlərin içində olub, katibin kütübün yanında olub. Əgər onun adını fonda qoyursunuzsa, sonra da vətəndaşı yola verirsinizsə, üzr istəyirəm belə, fırladırsınızsa, yola verirsinizsə, onun teleqrammasını, məktubunu çatdırmırsınızsa dövlətə, prezidentimizə. Nəsə oldu, prezidentimiz deyir, mənə siqnal ver, o siqnalda sönür. HDF fonda söndürür siqnalı. Eləmirsinizsə, yəni, Ulu Öndərəmizin adına ləkə etməyin, onun şəxsiyyətinə, adına ləkə etməyin. O insan cəmiyyətin içində olub, insanların içində olub, xalqın içində olub, qaçqın köşkünlərin içində olub. Fondun adını dəyişin. Əgər vətəndaşı qəbul etmirsiniz, bir düzgün başa düşün, yəni real. Mən onlara fikrimi çatdırım. Dedim, qardaş, əgər mənim siqnalımı çatdırmasanız dövlətimizə, evdə böyük bayrağım var. 44 günlük qələbəmizdə almışam, ən böyük bayraqdır. Atıb çiynimə vətənpərvər kimi. Bir prezident aparatının qəbuluna gedəcəm. Çünki mən dövlətimizi istəyirəm. Yəni, mən həqiqətən də dövlətimə bağlı bir insanam. Allahımı, Quranımı, Peyğəmbərimi, Əhl-i Beytimi sevən, dövlətimi, xalqımı sevən, vətənpərvər bir insanam. Yerində musiqiçi bir insanam. Həmişə də Azərbaycan bayrağı, Türk bayrağı mənim yanımda olub. Azərbaycan, Türkün adını daşımışam hər yerdə. Yəni, vətənpərvər bir insanam. Heç vaxt da dövlətimə, xalqıma qarşı da naxalaf kimi çıxmamışam, mənfi fikirlərim olmayıb, pis hərəkətim olmayıb. Həmişə dövlətimə, xalqıma bağlı vətənpərvər bir insan olmuşam. Əgər bu deklarasiyadan o görünür ki, 8 ilə yaxında bu deklarasiyamı qurmuşam. Görsənib, Ali Başkomandanımızdır, imamımızdır, Ulu Öndərəmizdir, prezidentimizdir, Azərbaycanımızın, Türkiyəmizin bayrağıdır və Məkkə Mədinə şəhərinin portretidir. Yəni, bu deklarasiyanı mən 8 ilə yaxın qurub, yaxşı mənada çıxışlarımı burada edirəm. Bu deklarasiyanın önündə. Üzümü tuturam, yenə deyirəm, prezidentimiz Cənab İlham Əliyevə və vitse-prezidentimiz Mehriban Əliyevə, Heydər Əliyev fondunun bir rəhbər olaraq. Siz bu haqda ölçü götürün. Mənim, yenə deyirəm, belə pis kimasının 30'a qədər məktubum var orada Heydər fonda. Şükürov Vüqar İmamverdoğlu. Mənim məktubumu sizə çatdırırlar. Düz 44 günlük qələbəmiz vaxtından, 44 günlük qələbəmiz günündən bu məktublar sizə gəlib. Heydər fonda çoxdur. 30'a yaxın var, yalan olmasın. Hər dəfədə mənə çağırırlar, deyirlər ki, prezident adamı qəbul etmir. Sən prezidentin adından niyə danışırsan, ya vitse-prezidentin adından özün qərar verirsən? Məktubu çatdır, vəzifə borcunu yerinə yetir. Yəni, birinci mədəniyyət buradan başlayır. Vətənpərvərlik buradan başlayır.
Yəni sosial medialarda da varam. Yəni Vüqar Cəbrayıl olaraq, Vüqar Cəbrayıl kimi baxa bilərsiniz öz səhifələrimə. Mən vətənpərvər bir insanam, dövlətimə, xalqıma bağlı vətənpərvər bir insanam. Bu günə qədər də heç vaxt dövlətimə, xalqıma qarşı bir mənfi bir fikirlərdə olmamışam. Həmişə dövlətimə, xalqımı sevmişəm, dəstəkləmişəm. Özüm də Allaha yaxın bir, necə deyirlər, din əhliyəm. Yarı bir seyit bir insanam, yarı seyitlik olan bir insanam. Allah'tan ne dua edirəmsə Allah dualarımı qəbul edir. Bunu biləsiniz. Xahiş edirəm vitse-prezidentimizdən cənab Mehriban Əliyeva və prezidentimiz cənab İlham Əliyevdən. Məni qəbul edin. Sizdən xahişim budur. Heydər Əliyev fondu üzr istəyirəm. Məni yola verir. Yalından deyir ki, prezident adam qəbul etmir. Məktublarda itbat edir. İtbat olur. Sağ olun, var olun. Yəqin ki, mənə başa düşəsin. Mənim arzumdur. Allah'ın olsun. Həyatda arzum olsun, ulu öndərimizi görün. Heydər Əliyev cənablarının. Çünki o kişi adamıdır. Mən babalarımın yüzünü görməmişəm. Babalarım cavan dünyasını dəyişib. Yəni, onlar da samballı insanlar olublar. Yəni, cəmiyyət içində olan hörmətli insanlar olublar. Babalarımın yüzünü görməmişəm. Ulu öndərimizi görmək istəyirdim. Qismət olmadı. Hər dəfə onun qəbrinə gedirəm, ziyarət edirəm. Ömür gün yoldaşı, akademik, göz həkimi Zərif Əliyevanın da qəbrini ziyarət edirəm. Amma ikinci arzum olur ki, prezidentimizi görüm, cənab İlham Əliyevi və biz vitse-prezidentimiz Mehriban Əliyevanı. Yəni, vitse-prezidentimiz də Heydər Fondunun rəhbəri olaraq xahiş edirəm. Heydər Fondu yola verir bizi. Məktubları ötbas edirlər, prezident adam qəbul etmir. Nətər o da Türkiyənin ölkə başçısı Rəcəb Tayyip Ərdoğan xalqını qəbul edir. Amma bizimki niyə? Çünki onun köməkçiləri vətəndaşın şikayətini çatdırır. Vətəndaşın problemini çatdırır. Amma Heydər Fondu bizim şikayətimizi, problemimizi dövlətimizə çatdırmır. Biləsiniz. Sağ olun, var olun. Yəqin ki, mənə başa düşdünüz. Yəni, sosial medialarda baxarsınız bu videoya, yəqin ki, qarşınıza çıxsa, mənə xahiş edirəm, internet səhifələrində, sosial medialarında olan dostlarım, mən bu videolarımı paylaşın. Cənab prezidentimiz və vitse-prezidentimiz mən bu gedərlər, görsün bu çıxışımı. Bax, yenə deyəm, bax. Bax, bu məktublardır. Heydər Fonda yalan olmasın 30 dənə var. Oxuya bilərsiniz, baxın. 30'a yaxın var. Heydər Fonda doğurdu. Ha? Heydər Fonda doğurdu. Baxa bilərsiniz. Yəqin ki, mənə başa düşdünüz. Cənab prezidentimiz İlham Əliyevin ünvanına. O da vitse-prezidentimiz Mehriban Əliyevanın ünvanına. Eyni mətndir, baxın. Yəqin ki, mənə başa düşdünüz. Mənim videomu paylaşın. Prezidentimiz və vitse-prezidentimiz görsün ki, Heydər Fondun işçiləri yola verirlər vətəndaşa. Sağ olun, var olun.